Ya Allah, salam aleykum YouTube kanalımın izləyiciləri. Bugün sizə yol kənarı həyət evini göstərəcəm. Yolla arası 50 metrdir. Mərkəzi kanalizasiya sistemlərinin hamısı var idi. Paket kupçalıdır, 4 otaqdır. Həm darvazası var, həm də addelini qapısı var dostlar. Paket kupçalıdır. 2,6 solu torpağın içində tikilib. Bütün qazın, işığın, həm şotiklər hamısı yerində. Deməli, ya Allah, keçək evi sizə göstəreyim həyətini. Baxın, bu evdir. Yerdən kürsülüdür, qoşa daşdan tikilib. Həyətinə də baxın, dostlar. Baxın, belə bir həyəti var. Böyükdür. Baxın. Deməli, evimiz yerdən kürsülüdür, qoşa daşdan tikilib. Evin arxasına keçmək üçün də evin sağ tərəfindən yer saxlanılıb, yəni rahatdır. Burada özünüzə bisetka, nə istəsəz qura bilərsiniz. Naves düzəldə bilərsiniz, belə. Bir dəqiqə buranı da göstərim sizə. Baxın, evin arxası. Və həyəti də belədir, böyük. Navesi heç nə eləməsəz, boş saxlasaz, nə bileyim, bura kimi əkin yer eləyə bilərsiniz. Ya maşınlarınızı saxlaya bilərsiniz, qaraj eləyə bilərsiniz. Nə istədiniz eləyə bilərsiniz. Bu darvaza da evin özünə aiddir. Baxın. Evimiz də yerdən kürsülüdür, qoşa daşdan tikilib. Paket kupçalı evdir, 4 otaqlı evdir. Ünvanı və qiyməti videonun sonunda deyəcəm dostlar. Yağışdan, güclü yağışlar yağdı. Yağışdan 2 gün sonra çəkirəm buranı. O məhəlləsi də belə. Magistral yolu da göstərin, baxın. Orada maşınlar keçir. Şəbəkə pəncərələrdir, panoramadır. Evin padval hissəsidir, göstərim sizə. Yəni baxın, qupqurudur. Qupqurudur. Bu da elə belə xudumani əkin əkmək üçün yer saxlanılıb. Keçək evi də göstərim sizə. Dostlar, ev demək olar ki, giryaşadır. Lüstrları var. Koridoru belə geniş. Mətbəx mebeli yığılıb. Baxın, radiatorlar qoyulub. Kombin özü qoyulub. Burada da bir yataq otağıdır. Baxın. Göstərim sizə. Bura zalıdır. Böyük bir zalı var. Zalında TV stendlə nədirlər, ondan var idi. Lüstrü var. Radiatoru var. Qapılar Rusiya qapılarıdır. Bahalı qapılardır. Baxın. Radiatorlar. Burada da ikinci yataq otağıdır. Gördüyünüz kimi. Çox gözəldir. Yəni otaqların bilən genişliyinə baxın. Genişdir, rahatdır. Səliqəlidir. Sonra burada da dostlar bir yataq otağıdır. Burada lüstru var. Baxın. Genişdir otaqların hamısı. Otaqların hamısı genişdir. Hamam tuvaleti də göstərim sizə. Buyurun dostlar, burada hamam tuvaletidir. Aksesuarlar hamısı yerindədir, qoyulub. Koridoru buradan da göstərim sizə. Geniş evdir dostlar. Geniş evdə ən əsası yola yaxındır. Həm də ki, paket kupçadır, yəni sənədlidir. Evimiz yerləşir Məhəmmədlidə, Məhəmmədin gözəl yerində. 2,6, 2,7 sot torpağın içindədir, 4 otaqdır. Qiyməti 118.000 manat deyilir. Nağdalıcıya dostlar qiymətdə indirim olunacaq. YouTube kanalıma abunə olun. Videonu da bəyənin zəhmət olmasa. Məhəmməddidədir. Ünvan Məhəmmədi qəsəbəsi. Abşeron rayonu Məhəmmədi qəsəbəsində.